Azərbaycan daim Rusiya ilə balanslı siyasət və mehriban qonşuluq prinsiplərinə üstünlük versə də, Moskva bunu sanki özünə olan bir borc kimi dəyərləndirib. Çünki Azərbaycana əks addımlar və Kremlin hər zaman məsuliyyətdən boyun qaçırmaq cəhdlərinin başqa məntiqi izahı yoxdur. Uzun müddət ərzində Rusiya Azərbaycanla yaxşı münasibətlərə üstünlük verdiyini desə belə, son həmlələr onların tarixdən nəticə çıxarmadığını və əksinə imperiya ambisiyaları kontekstində yanaşdıqlarını göstərir. Əvvəlcə Azərbaycana məxsus təyyarənin vurulması, kiber hücumlar, Rus mediasında ölkəmizə qarşı artan qərəzli fikirlər və son olaraq Yekaterinburqdakı hadisələr. 20 yanvar faciəsi, Xocalı soyqırımı, torpaqlarımızın işğalı və həmin ərazilərin 30 il ərzində işğalda saxlanılması kimi proseslərdə Moskvanın açıq və dolayı dəstəyini nəzərə alsaq, bu bir növ həmin hadisələrin təzahürüdür desək yanılmarıq. Əvvəlki dönəmlərdən fərqli olaraq Rusiyanın Azərbaycana qarşı təzyiq kartları mövcud deyil. Çünki Vətən müharibəsindən sonra bölgədə yeni geosiyasi reallıqlar yarandı və Azərbaycan mərhələ-mərhələ Rusiyanın təzyiq kartlarını neytrallaşdırmağa, eyni zamanda yaranmış vəziyyətdən istifadə edərək beynəlxalq mövqelərini möhkəmləndirməyə nail oldu və bu da ona deməyə əsas verir ki, bu cür təzyiq metodları ilə Azərbaycanın siyasi iradəsinə təsir etmək qeyri-mümkündür. Həmçinin proseslər Rusiya və Azərbaycan arasındakı müttəfiqliyə də zərbə vurur. Çünki müttəfiqlik bəyannaməsində qarşılıqlı hörmət və etimad prinsiplərinə əsaslanan əlaqələr, habelə humanitar, mədəni, təhsil, sosial sahələr, gənclər arasında əməkdaşlıq kimi məsələlərə yer verilib. Lakin İslamofobiya və türk xalqlarına düşmənçilikdən irəli gələn qəddar münasibət, hətta indi də Azərbaycanlılara qarşı həbslərin davam etməsi, nəzərdə tutulan əməkdaşlıqların gerçəkləşdirilməsini sual altında qoyur. Moskvanın adicə qarşılıqlı hörmət prinsiplərinə belə əhəmiyyət verməməsi bunu təsdiq edir. Əslində, Rus şovinizminin növbəti hədəfi Azərbaycan olsa da, hadisələrin məhz Kremlə zərər vurma perspektivi daha yüksəkdir. Çünki Azərbaycanla münasibətlərin pisləşməsi, xüsusən qlobal arenada təklənən Rusiya üçün faydalı olmayacaq. Rusiyanın hakimiyyət dairələri hazırda baş verən prosesləri pərdə arxasında, belə deyək, idarə edir, qızışdırır. Bu da təəssüf doğurur ən azından ona görə ki, Azərbaycanın Rusiya olan münasibəti daim açıq və səmimi olubdur. Biz hətta burada müttəfiqlik münasibətlərini də xüsusi vurğulamalıyıq. Müttəfiq olan bir ölkənin digər müttəfiq ölkəyə qarşı bu cür qərəzli, ədalətsiz mövqeyi nümayiş etdirməsi əlbəttə ki, qəbul edilməzdir. Rusiya tarixinə nəzər yetirsək, şovinizmin Moskva üçün böyük itkilərlə nəticələndiyini qeyd etmək mümkündür. Vaxtilə Şərqi Avropa regionunun itirilməsi fonunda SSR-nin çöküşü, zaman-zaman postsovet məkanında azalan təsir dairəsi, həmin ölkələrin Moskvaya üz çevirərək qərb yönümlü siyasət yürütməsinin də təməlində məhz Kremlin dəyişməyən yanaşmasının mühüm rolu olub. Ukrayna müharibəsi fonunda törədilən insanlıq cinayətləri isə nəinki keçmiş ittifaq ölkələr arasında, hətta qlobal məkanda da Rusiyanın imicinə ciddi zərbə olub. Şovinizm və etno cinayətlərin hələ də aktual olması isə Kreml üçün məğlubiyyət senarisinin davamı olacaq.